Bir neçə gün öncə şəhid Musa Əsgərovun atası Əlif Ağa dayının bir dəladuz tərəfindən aldanıldığını və 44 min manat pulunun mənimsəlindiyini hər birinizin nəzərinə çatdırmışdım və Daxili İşlər Naziri cənab Vilayət Eyvazova da müraciət eləmişdim. Bir neçə gün öncə də artıq 3-4 gün olar ki, Əlif Ağa dayı Göyçay şəhərində cənab nazir, Daxili İşlər Naziri cənab Vilayət Eyvazovla görüşdə oldu və görüş keçirdi. Burada fotoları da görürsünüz. Və görüş zamanı öz problemini cənab nazirə çatdırdı. Mən buradan Daxili İşlər Naziri cənab Vilayət Eyvazova və onun kollektiv heyətinə öz dərin minnətdarlığımı bildirirəm ki, şəhid atasının problemi dərhal nəzarətə götürüldü və cinayət işi Binəqədi rayonundan alınaraq Bakı şəhər Baş Polis İdarəsinin nəzarətinə verildi. Mən əminəm ki, cənab nazirin rəhbərliyi altında və Bakı şəhər Baş Polis İdarəsinin rəisi Əkbər müəllimin, müavini Vüqar müəllimin rəhbərliyi altında bu məsələ tezliklə öz həllini tapacaq və şəhid atasına dəymiş ziyan ödəniləcək. Bir daha Daxili İşlər Nazirliyinin orqanlarına və cənab nazir başda olmaqla bütün rəhbər heyətinə bu məsələyə adekvat yanaşdıqları üçün, bu məsələyə biganə qalmadıqları üçün həm özümün, həm də şəhid Musa Əsgərovun atası Əlif Ağa dayı adından dərin minnətdarlığımı bildirirəm.